və hörmətli izləyicilərimiz, sizə xoş bir xəbərimiz var. Belə ki, 2025-ci ilin yanvar ayında qida az saytının təkmilləşdirilmiş variantı sizin istifadənizə verilmişdir. Bu dövr ərzində sizlər bu saytdan çox aktiv şəkildə istifadə etmişsiniz. Bu ilin mart ayı ərzində saytda 110 mindən artıq izlənmə olmuşdur. Bu bizim üçün xoş bir göstəricidir, yaxşı bir göstəricidir. Saytın əsas məqsədi yol hərəkətin təhlükəsizliyi sahəsində, belə nəqliyyat sahəsində maarifləndirmə işlərini aparmaqdır. Mən bu saytın ərsəyə gətirilməsində əməyi olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm və sizə də tövsiyə edirəm ki, qeyd etdiyim məqsədlə bu saytdan daha aktiv şəkildə istifadə edəsiniz.